Salam dəyərli izləyicilər. Bugün reflüksun necə baş verdiyini sizə əyani şəkildə əlimdəki maket vasitəsilə göstərmək istəyirəm. Bilirik ki, qastroezofageal reflüks xəstəliyi mədə turşuluğunun qida borusuna geri qayıtması nəticəsində baş verir. Əlimdə tutduğum mədə maketidir. Burada isə qida borusunda göstərməyə çalışıblar. Bu isə qida borusundan mədənin birləşdiyi qapaqdır. Çox vaxtı bu qapaqda boşluq olduğu üçün biz yedik, aktiv hərəkət etdiksə də, yedik uzandıqsa da və yaxud da aşırı çox yedik, qazlı sular içdik yeməyin üstündən, bu zaman mədədən turşuluq qida borusuna doğru bax beləcə geri qayıda bilir. Biz reflüks xəstələrinə hər zaman tövsiyə edirik ki, sol böyür üstə yatın. Bu tövsiyəmizin səbəbi mədənin anatomik quruluşuna görədir. Baxın, bax mədə belədir, biz də yatanda bax bu mədə belə üfüqi şəklində olur. Bu zaman mədənin dibi, rezervuar, qida bax bu hissəyə yığışdığı üçün mexaniki yolla turşuluğun yuxarı qayıtmasının qarşısı alınır. Əgər biz bax fikirləşin, sağ tərəf üstündə yatırıqsa, dərhal çox güclü, hətta buradan bax turşuluq indi su axır əlimə, yəni doğrudan da yuxarıya doğru, hətta ağzımıza kimi biz turşuluğu hiss edə bilirik sağ böyrü üstə çönəndə. Ona görə hər zaman xəstələrə deyirik, yastığımızı hündür tutaq. Ən çox da yastıq deyəndə başını hündür qoyur pasientlər, başını yox, sinəmizi, yatağımızı hündür tutaq və sol böyrü üstə yataq ki, hələ yeyib yatırıqsa da, inşallah ki, hamı nəticə çıxardır. Artıq biz gecə yeməklərinin qarşısını almaqdan ötəri çox məlumatlar veririk, maarifləndirmə söhbətləri aparırıq. İnşallah insanlar 7-dən sonra yemək yemirlər. Amma toydan gəlmişsiniz, yemisiniz, aşırı yemisiniz və yaxud da evdəsiniz, aşırı yemirsinizsə mütləq sol böyür üstə yatmağa özen göstərin. Çünki siz sağ böyür üstə yatan kimi mədə turşuluq qida borusunun doğru hərəkət edir, qida borusunun aşağı hissələrini, bax bu hissələrini turşuluq zədələyir ki, buna biz ezofagit deyirik. Bəzən xoralara kimi yaradırlar. Hətta ağzımıza kimi bu turşuluğu hiss edirik. Ümumiyyətlə, reflüks xəstəliyinin müalicəsi ilə yanaşı həyat tərzini dəyişmək çox önəmlidir. Acı baharatlı qidalardan uzaq durmaq, qazlı sulardan az istifadə eləmək, siqaret və spirtli içki kimi zərərli vərdişləri tərk etmək bu həyat tərzi dəyişikliklərin başında gəlir. Təbii ki, qida dəyişiklikləri eləməkdə, yəni sağlam qidalanmaq da önəmli yerlərdən birini tutur. Bəzi dərman preparatları var ki, biz onların da istifadəsində qadağalar qoya bilirik.